Herkese salam uşaqlar. Maşın bəzəmə videomuza xoş gəlmisiniz. Bundan öncə videomuz maşın alma videosuydu. İndi isə maşınları bəzəmə videosudur. Uşaqlar, gəlin birinci başlayaq bu maşından. Bu maşını biz bəzəmişik. Gəlin disklərini falan bəzəyək maşınımızın. Diskləri bəzəyəcəyik. Biraz da farasına falan baxarıq. Jantların rənginə baxın. Jant bu arada diskin iç tərəfdir. Baxın, rəng dəyişilir. Ne renk koyaq? Bu renk koyaq. Jantı da ki elə. Jant pəncərəyə jantlar deyil elə. Sonra gəlin pəncərə rəngini belə qoyaq. Duman. Maşın yəni qaz verəndə yəni belə bir tutacaq. Gəlin bu rəngidir. Sonra bu içeride gördüğünüz kimi rengi değişir. Bunu da bu renklere koyduk. Əla. Maşının da rengini elə bırak koysak daha yaxşı var. Bunun bəzədiyi bu hazır. Keçirik 07'ni. 07'ni qəşəng bəzəyəcəyik. Bunu aparıb satmağa görə. 07'ni sizcə satın mı, satmayın mı? Bence satarım 07'de. Satarım 07'de. Ondan sonra birinciye 07'mize renk seçirik. Qara. Paradoksat eləyərik buna. Sonra keçirik jantlara. Jantlar bu arada disk deməkdir. Türkçədir. Diskin də yapyaşıl qoyaq. Yaraşdı. Yaraşır maşınımıza. Pəncərə. Ben şüşələrinin rəngini də gəlin elə. Biraz bu açılır. Bu renk. Süper. Sonra duman. Ben tüsüsün. Gaz vereninde. Bu renk. Okey. 07'mizi de bəzədik. İndi buna peradik koyacağıq. Bu önlü de. Önü tam qaldırar. Arkanı götürəcək. 9'a qoyaq. 9. Okey. Kaydediyor. Şey. 07'mizin görünüşü belədir. Üzerinde nömrə də var. Sonra indi bura rəsm falan da gəlin bura. İndi burasına rəsm vurarıq bunu. Kiminədir bu? Rəsm 2000'e. Bunu vura bilərik. Yəni hörümçək toru kimi bir şeydir. Bence böyle bir şeyler vurmayaq. Ne fikrimle. Hiç de vurmayaq. Uşaqlar siz de yorumlara yazın görək. Bunlardan alsın bırak. Ben vurmuram bunlardan hiçbir. Hoşuma gelmedi. Of şey oldu aman aliyetimiz. Keçirik Lexus'umuza. Lexus'umuza çok şey değişmeyəcəm. Biraz renk falan değişərəm. Ya da Lexus'a şey deyəlim. Rengi ne renk seçelim? Lexus'a qara renk yaraşmadı uşaqlar. Canım baxaq. Yaşlı renkdə seçək bir dəfə də. Keçək. Jantlar yəni disklərə. Disklər bu renk olsa daha yaxşı olar. Pəncərəsinə keçək. Pəncərəsi də həmişə belə eləmişik. Bir dəfə də belə eləyir. Duman yəni yaz verəndə. Gəlin onu da bırak qoyaq. Okey. Oldu süper. Sonra uşaqlar keçək başqa bir maşınımıza. Lexus'dan sonra Ford'dur. Ford'u çox qəşəng bəzəyəcəyik. Yəni çox qəşəng deyəndə ki, bunun lampasına qədər bəzəyə bilsəm, lampasını da bəzəyəcəm. Gəldik. Əvvəl rəngidir maşının. Qar eləyək. Sonra jantlar, yəni disklər. Disk bu şekilde daha yaxşı olar. Parlaqlığı da qaldıraq. Parlaqlığı da qaldıraq. Sonra pəncərənin rəngi. Gördüyünüz kimi bu renk. Daha qəşəng görsəndi. Sonra
Farı rengi. Farasın rengi. Faranın gördüğünüz gibi içerisi. Özü rengilemeyeceğim. Şişesi, penceresi rengilemeyeceğim. Gelin elə bekliyor bunda. Sonra ne göreceğim? Dumanı. Dumanın da taşar rengi olmasın. Yani disk bu rengi el olar. Bir şey yığdık amma uşaqlar. Hə, kalplər. Kalplər hə. İçindəki bildim nədir. Belə bu rəngdə oldu. Güzel. Belə bir görünüş oldu maşınımızın. Böyle bir görünüş oldu. Çok beğendim maşını. Ford almışıq. Yaxşı ki. Bu maşınımızın bəzəmişik. Kesək buna. Bundan sonra bir maşınımız kalır. Bunu da para. Rengi məncə yaxşıdır, amma qara görə yaraşacaq mı? Buna yaraşdı. Jantları önce açıq rənglər falan seviyor. Qara disklər. Gəlin elə bu. Belə qoyaq, belə daha yaxşıdır. Sonra getdik pəncərəyə. Pəncərə də yaşıl yaxşıdır. Dumanındakı bu renk daha yaxşı olar. Kalplər, bildim bu nə edir. Sonra keçdik. Okey, bunu da elədik və qaldı son bir ədəd. Bir ədəd maşınımız. Və o da budur. Aparalım da təmirə dizayn falan. Maliyyətdən amma qəşəng gözlədik. Bu renk geliyor. Bu renk geliyor. Bu renk daha yaxşılar pəncərə. Pəncərəni də gəlin bu renk geliyor. Dumanındakı bu renk. Okey. İnşallah bu da böyle gözüküyor. İnşallah bir videomuzun da sonuna geldik. Videoma baktığınız için teşekkür ederim. Bundan sonra videolarım gelecek. Maksimum derecede beğeni ve abone atın. Sağ olun. İnşallah gelen videoda görüşürüz.